Hər vaxtınız xeyirli olsun. Bu saat olan məlumatlar ondan ibarətdir ki, vaxtilə Ermənistan işğal altında saxladığı Azərbaycanın suveren ərazilərində qondarma rejim yaradaraq, orada dırnaqarası müxtəlif vəzifələr tutaraq, Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törədənlər bugün Bakı məhkəmə kompleksində keçirilən Ədalət məhkəməsində, ədalət mühakiməsində son sözlərini söyləyirlər. Bəziləri ifadələrində, son sözlərində özlərini təqsirli bilmədiklərini qeyd edirlər və bildirirlər ki, ümumiyyətlə onlar heç bir əməliyyatlarda iştirak etməyiblər. Bəziləri bildirirlər ki, onlar hərbçi olublar, hərbi təlimatları yerinə yetiriblər. Bəziləri bildirirlər ki, onlar hansısa döyüşlərdə iştirak etsələr də heç kimə güllə atmayıblar, ümumiyyətlə atəş açmayıblar. Müxtəlif fikirlər səsləndirirlər. Dövlət ittihamçılarının səsləndirdikləri, çıxışlarında bildirdikləri fikirlərə əks arqumentlər səsləndirirlər. Qeyd edək ki, bundan əvvəlki məhkəmə proseslərində dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edərək təqsirləndirilən şəxslərin barəsində olan ittihamın sübuta yetirildiyini bildirmişdilər və təqsirləndirilən şəxslərdən 5-inin ömürlük azadlıqdan məhrum olunmasını, digərlərinin isə müvafiq olaraq 20, 19, 18, 17, 16 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişlər. Onların təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkilləri isə çıxışlarında təqsirləndirilən şəxslərə onlar da müxtəlif arqumentlər səsləndirərək təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Hazırda isə məhkəmədə təqsirləndirilən şəxslər son sözlərini söyləyirlər. Bundan sonraki mərhələdə isə təbii ki, məhkəmədə həm ittihamı müdafiə edən prokurorların, həm müdafiə tərəfinin çıxışlarına məhkəmə qiymət verəcək, məhkəmə dəyərləndirəcək. Hazırda bu saata çıxışlar davam edir. Son sözlərin söylənməsi ilə bizim Bakı məhkəmə kompleksinə bu saata çatdıracaqlarımız bu qədər, amma biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları çatdırmağa çalışacağıq. Buyurun, söz yenidən mərkəzdə, studiyadadır.